Görəsən telefonu yoxlamaq münasibətlərdə inam yaradır, yoxsa artıq münasibətin zəifləməsinin əlamətidir? Bir çox münasibətlərdə həyat yoldaşının mobil telefonunu yoxlamaq mövzusu ciddi mübahisələrə səbəb olur. Bu, bəziləri üçün inam göstəricisi, bəziləri üçün isə münasibətləri qorumaq üçün vacib hesab edilir. Əgər bir insan həyat yoldaşının telefonunu yoxlamaq istəyirsə, bu əslində münasibətdə daha dərində yerləşən bir neçə problemin olduğunu göstərir. Parapsixoloji yanaşmaya görə bu davranışın kökündə qorxu durur. İtirmək qorxusu, xəyanət qorxusu və ya tək qalma qorxusu. Bu qorxular münasibətlərdə özünü daim narahatlıq və şübhə kimi göstərir. Bəzi insanların qısqanclıq hissi o səviyyəyə qalxır ki, onlar qarşı tərəfin sosial şəbəkəsini ələ keçirmək üçün hər cür yola əl atır. WhatsApp-ı və Telegramı öz telefonlarına gizli-gizli yönəldən, Instagram və TikTok-u ələ keçirmək üçün hakerlərə müraciət edən həyat yoldaşları haqqında yəqin ki, eşitməmiş olmazsınız. Hətta sosial şəbəkələrdə saxta profillərlə qarşı tərəfi yazıb yoxlamağa çalışan insanlar var. Bütün bunlar münasibətdə və evlilikdə güvənsizlik əlamətidir. Həyat yoldaşının telefonunu yoxlamaqdansa münasibətdəki güvəni gücləndirmək lazımdır. Münasibət qarşılıqlı güvən və hörmət üzərində qurularsa, tərəflər arasında telefonların yoxlanmasına heç bir ehtiyac qalmır. Əksinə, şəxsi sərhədlərə hörmət etmək münasibətləri daha sağlam və uzunömürlü edir. Telefon yoxlama davranışı problemləri həll etmir. Əksinə, gizli şəkildə davam edən şübhələri artırır. Əgər siz də münasibətinizdə belə narahatlıqlar yaşayırsınızsa, ən doğru yol səmimi ünsiyyətdir. Qarşı tərəflə açıq və hörmətlə danışaraq narahatlığınızın səbəbini müzakirə etmək, qarşılıqlı anlaşmanı artırmağın ən gözəl yoludur. Xoşbəxt münasibətlərin təməli qarşılıqlı güvəndir. Həyat yoldaşınızın mobil telefonunu yoxlamaq münasibətinizi irəli aparmaz. Əksinə onu kökündən sarsıda bilər. Qarşı tərəfə etibar edin və münasibətinizi daha sağlam təməllər üzərində qurmağa çalışın. Əgər siz də belə problemlərlə üzləşirsinizsə, bunun bir neçə səbəbi ola bilər. Uşaqlıq travmaları, valideynlərlə düzgün qurulmayan münasibət, özgüvənsizlik, qısqanclıq, paxıllıq, həsəd, kin-küdrət hissləri. Biz parapsixologlar problemi yaradan səbəbləri aradan qaldırmaqla bu cür xoşagəlməyən nəticələri aradan qaldırırıq. Daha dəqiq bilmək üçün hər bir insanı fərdi və fərqli üsullarla müayinə etmək lazımdır. Bu günlük bu qədər. Növbəti videolarımızın da hansı mövzular ətrafında çəkilməsini istəyirsinizsə, videoların şərh hissəsində qeyd edə bilərsiniz. Düşüncələriniz mənim üçün çox önəmlidir. Videomuzu bəyənin, kanalımıza abunə olun və bildiriş düyməsini də açın ki, növbəti videolarımızdan xəbərdar ola biləsiniz.